Herkese salam. Bugün benim nişanım var. Benim yarın düğünüm var. Ben evleniyorum. Saçımdan başımdan gördüğünüz kimi yeni durmamışam. Aslında 1 saatdə durmuşam. Ama evin içində gic kimi gəzirəm. Yəni niyə saat 6'da durmuşam bilmirəm. Nişan paltarım buradadır. Neyse. Bu da benim. Size her şeyi göstereceğim. Ümid edirəm. İnşallah ki göstermeye çatdıracağım. Ümid edirəm ki vlogdan zevk alarsınız. Bu arada bir şey diyeyim. Biz çəkilişə gedəcəyik. Çəkilişi belə şeyler istəmişəm. Yəni güneşli havada bura qoyacağım inşallah ki. Necə şəkillər istəmişəm. Amma ki bugün güneş yoktu. Bir də bugün hava durumuna baxın. Ve güneş sadece bugün yoktu. Bundan sonraki bütün günlerde güneş var. Yani ama bugün keyfimizi heç nə poza bilməz. Ona göre ev yoktu. Biz de kasvetli havada çəkərik. Burada neler var? Beyimizin üzüğü. Bakınız. Wow. Çok güzel. Kablarım. Çekiliş için gülüm. Boya var burada. Sonra beden parıldatıcısı. Sonra bir tane yine var ondan. Bir dakika. Aşkılar. Ayda aşkı setlerim. Evet, nameler çekiliş için. Dostlar, paketlerim yırtıldı. Saçın çok güzel. Elvinacığım, ben sənə çox uğur... Ha? Uğur neydi ayol? Uğur ne alaka? Uğur kazanmışsın zaten. Elvinacığım, canım benim, sənə çoxlu aşk arzulayıram və en esasda xoşbəxtlik arzulayıram. İnşallah hep böyle birbirinizin aşk olasınız. O bir versiyasını demeyeceğim. Hələ ki heç nə hiss eləmirəm. Prosta restorana gələndə bilirəm ki, ürəyim tutacaq. Elvina, səni təbrik edirəm. İnşallah çox xoşbəxt olarsan. Çok xoşbəxtəm. Okay. Bu kadar. Donursuz. Merhaba arkadaşlar. Hava soğuk mu? Bence bulandı. Hava soğuk mu? Yok, sıcak. Sağ xaradır, mən solda olmalıyım. Sən burada olmalısın. Film hanım mənim? O yapmazıq filmi verdə mənim. Şön belə, şön. Göstər, mən özümü... Yəni, putla idarə olunan deyirəm. Sakin ol. Sakin. Söz deyilir, göstərilir, eləyirəm. Ümumiyyətlə mənim nişan deyəndə ağlıma Çalıquşu Fəridənin nişan günü gəlirdi və mən də elə retro bir obraz yaratmaq istəmişdim. Təbii ki də onun paltarını, onun saçını, ümumiyyətlə onun etdiyi şeyləri etsəm belə olmayacaqdım. Sadəcə retro kimi hiss etmək istirdim və ona ən uyğun paltarı alıb tikdirdiyimi düşünürəm. Bəs siz nə düşünürsünüz? Sizcə Kamran və Fəridə mi olmuşduq, yoxsa Elizabetlə Mr. Darcy mi?
gülürsən? Bilmirəm. Gözüm gördüm. Cümləyim gəldi. Aha. Başqa. Dəyişək kadrı. Dəyişək. Oğlana bak. Elemana bak. Güldürmeden dur. Ne bakıyorsun lan İzmarit? Akıllı ol Memati. Burada araya girib kiçik bir şey demək istəyirəm ki, əgər açıq havada çəkiliş etmək istəyirsinizsə, bunu iPhone-la da rahatlıqla edə bilərsiniz. 16, 15, hətta 13 Pro Max belə çox gözəl çəkə bilər. Amma onu qeyd edim ki, restoranın içində mütləq şəkildə fotoaparata ehtiyacınız olacaq, çünki orada işıq problemi var. Sağ olsun bizim fotoqrafımız Neyi var nazımızla oynadı. İndi isə restoranın içindəki şəkilləri göstərəcəm. Fotoğrafın içindən baxıram. Nasıl yüzüme bak, sözüme bak da, elime bak. Yavru kediler oluyor. Mesela buradan çekebilirim seni. Ben burada otururum. Oturabileceksin herhalde. Geçen plakanlı değil kimi gördüm ben. Temiz değil. Keserim seni. Daha sonra buradan dayanıyoruz. O tarafa bak. Öyle bir ki əyləşmişsən ve o tarafa bak. Əyləşməmişəm axı. Yakın gel. Ay qız hara əyləşim? Əyləşmə yaxşı kızlara bak. Tamam qızlar. Satımız sen. Satın qazıdacam kökündən. Biri biraz yukarı. Wow. Nereye koy göze, eliyle elimin üstüne galiba koy. Hayır. Çok ikinci yüzüğü. Bu nereden çıktı? Biri her yedi bir nişan. Ben bilmem. Sonra çəkiliş yekunlaşdı. Sizə bir neçə kadr bölüşəcəm. Çox sevdim hamısını. Sonra isə yola düşdük. Yolda marafon var idi deyə həmin günü. Yol çox uzun idi, ona görə yolda yatdıq. Durduq. Sonra düşündüm ki, Gülay mənim makyajımı pozub. Dedim birazcık ənliyi vurum. Ənliyi biraz artıq vurmuş ola bilərəm. Amma eybi yoxdur. Burada Əzmə deyir ki, az ənliyi heç ənliyi deməkdir. Ona görə mən də nə qədər ənliyi var idisə yaxdım üzümə. Bu isə bizim restorana girişimizdir. Biz gecikdiyimiz üçün girib içəridə əvvəlcədən xonçalarla şəkil çəkdirə bilmədik. Burada da ayaqqabım ayağımdan çıxıb, həyəcandan partlayıram. Emilə deyirəm ki, ayaqqabım çıxıb, bu dəqiqə yıxılacam. O da deyir ki, 2-3 dəqiqəlik bir şeydir, döz, narahat olma. Sonra biz gələn kimi üzüyü taxdılar. Mən biraz onun şokuna düşdüm. Çünki mən elə düşünürdüm ki, üzük məclisin ortasına taxılır. Yəni sifətimdən də görə bilərsiniz ki, biraz şok vəziyyətdəyəm. Amma dedim, eybi yox, axır əvvəl bu üzük taxılacaqdı. Ona görə gərgin də olsam üzüyümüzü taxdıq. Bu şampanımızı da, şampan da deyildi də, bu düşesimizi də içdik, şəkillərimizi çəkdirdik. Sonra isə artıq ilk rəqs olmalıydı. Mənim ayaqqabım ayağımdan bir damcı çıxdığı üçün mən hələ onun dərdindəyim ki, mən necə oynayacağam, amma gülümsəyirəm burada bəlli eləmədən. Sonra rəqsimizə başladıq. Rəqsimizi heç yerdə məşq eləməmişdik. Sadəcə bir neçə gün qalmış parkda bir dəfə məşq eləmişdik. Yavaş geldi. Öyle yok, öyle de yok. Tabii ben geleyim sana bak. Geleyim mi? Ayağımı koyuram sana. Ay, ayağımı geldin, kalktın. Öyle bir içim yok ya. Ona görə maksimum alınan buydu. Məncə pis değildi. Ən sevdiyim mahnımı seçmişdim. Sadəcə biraz həyəcanlı olduğum üçün orada bunu göstərə bilmirdim.
Ümumi olaraq paltarımı bəyənmişdim. Sadəcə biraz vaxtım çox olsa ona çəhrayı, bəzəklər istəyərdim olsun üstündə. Çünki nişan olduğu üçün da tam ağ olmağını istəmirdim. Belə ümumi lookuma baxanda da düşünürəm ki, elə həmin vaxtda düşünürdüm. Mən niyə saçıma heç nə taxmamışam, saçımda niyə aksesuar yoxdur. Məncə ümumi belə bir görüntü pis olmazdı, amma mənim bunu etməməmin səbəbi isə oydu ki, mənim paltarım çox gec bəlli oldu və ona uyğun kombinasiyalar etməkdə bir balaca çətinlik çəkmişdim. Bu isə mənim xonçalarımın ümumi görüntüsüdür. Yanda olan görüntülər oğlan evində çəkilən görüntülərdir. Ortadakı görüntü isə restoranda çəkilən görüntüdür. Mən ümumiyyətlə xonçaların düzülüşünü çox bəyəndim. Həm restoranda, həm də evdə çəkilən videonu çox bəyəndim. Tək problem ondaydı ki, mən əvvəlcədən restorana girib xonçaların düzülüşünə baxa bilməmişdim. Ona görə bəzi orada dəyişikliklər var idi. Bəzi şeylər, baxın burada makiyaj xonçamda çönüb falan. Buna biraz pis olmuşdum, amma ümumi yaxşı idi. Hətta hər kəs mənə kömək edirdi. Bu da onların görüntüləridir. Elə oldu ki, xonça çatmadı. Gecə 3-də, 4-də gedib mənə xonça gətirdilər. Görüntülü danışdıq baldızımla, eltimlə. Bu xonçaların arxasında həqiqətən böyük bir əziyyət var. Heç bir dekor şirkəti ilə danışmadıq. Yəni bu xonçaların arxasındakı əziyyəti biz bilirik. Sonra mən Pinterestdə belə bir şey görmüşdüm. Çox yaxın rəfiqəmdən bir xahiş etdim və o mənə bunu çəkdi. Hədiyyə etdi mənə bunu, özü rəssamdır. Çox sevmişdim. Çox gözəl bir xatirədir. Hələ də otağımdadır. Hər baxanda həmin günü xatırlayıram. Mütləq sizin də nəzərinizdə olsun. Çox heyf ki, bu hissələri musiqi ilə qoya bilmirəm. Canım qrup yoldaşlarım ortalığa düşmüşdü və ortalıqdan çıxmırdı. Mən çox milli rəqslər oynaya bilmirəm. Mənə fikir verməyin, amma qrup yoldaşlarım, sinif yoldaşlarım, iş yoldaşlarım çox qəşəng oynayır. Bir də fikir verin, mükəmməl. Həqiqətən toyunuza, nişanınıza, ümumiyyətlə hər hansı bir xoş gününüzə çağıracağınız insanları yaxşı seçməlisiniz. Hamısı mənim çox-çox yaxınlarımdır. Ona görə çox xoşbəxtəm ki, bu günü belə şən, əyləncəli keçməyinə səbəb oldular. Hər birinin yeri, xatirəsi məndə ayrı olduğu üçün videoya indi baxanda da çox duyğulandım. Heç kim oturmurdu, heç kim xalq xətrin qalsın gəlməmişdi. Hamısı oynayırdı, hətta onlar məndən çox oynayırdı. Məni onlar durğuzurdu oynamağa. Buna görə çox xoşbəxtəm. Mənim də tam istədiyim buydu. O dövrdə ümumiyyətlə insan istəyir xonçası, nə bilim, dekoru, məkanı, hər şey ürəyincə olsun. Amma oynayan yerdə inanın bunu mən deyirəm, heç biri sizin ağlınıza gəlmir. Əsas məclisin şən keçməyidir. Gördüyünüz kimi bizdə nə oğlan, nə qız tərəfdə oturan yox idi. Sonra isə məkana belə aş gəldi, özümü toyda hiss etdim. Bildiyiniz toy kimi idi, toy restoranı idi. Baxın, mənim mahnılarım belə mahnılardır da, yəni belə tıp-tıp mahnıları da ortadan çıxmıram. Nəhayət ki, mənim partım gəldi, hamımız oynayırıq, mükəmməl. Burada deyəcək başqa heç bir söz tapmıram. Bir dənə arxa fon musiqisini eşitmədiyiniz üçün çox pisəm. Amma siz elə düşünün ki, bu bizim bildiyimiz diskoteka mahnıları ilə gedir. Elə xəyal edin, çox mükəmməldir ortam. Sizi vlogumla baş-başa buraxıram.
O qədər mənim üçün özəldir ki, bütün bu anlar çox kəsmək istəmədim. Ümid edirəm sıxılmamısınız. Bundan sonra isə artıq tort kəsildi. Tort kəsiləndə isə restoranın tortundan istifadə etdilər. Aldığımız tortdan istifadə etmədilər, amma restoranın tortu da çox qəşəng idi. Mənim üçün heç bir problem olmadı. Belə maraqlı bir an olaraq yadımızda qaldı. Sonra bacınız gürcü rəqsi etdi. Təbii ki də bu rəqsə orada VC-də hazırlaşmışdıq. Bunu mən story-də bölüşmüşdüm. Çünki mənim hazırlandığım rəqsdə bir problemlər çıxdı. Ona görə biz bunu 2 nəfər etmək qərarına gəldik və bu 2 nəfərlik rəqsi VC-də hazırlandıq. Mən biraz yenə utanıram burada. Nərmin yenə mənə nisbətən daha relaksdır, daha rahat oynayır, amma məncə yenə də pis deyil idi oynamağımız. Bu rəqsə baxanda anam deyir ki, ancaq fırlanırsınız, amma qəşəng fırlanırsınız. Məncə də düz deyir. Bundan sonra isə artıq qonaqlar yavaş-yavaş dağılışdı və bizim bir mahnımız var idi. Qərar vermişdik ki, əvvəlcədən bunu oynayacağıq, amma bu unudulmuşdu. Ümumiyyətlə restoranlarda bir problem var ki, verdiyiniz playlisti çalmırlar. Mən demirəm ki, onlar onu çalmaq məcburiyyətindədir, amma ən azından bir 30% orada musiqi seçib çalsalar çox yaxşı olardı. Yəni musiqi seçimlərini elə də çox bəyənməmişdim. Sonra dedi ki, içimizdə qalacağına eyb yox. Hamı getmişdi burada restoranda, sadəcə valideynlərimiz, yaxınlar və Emilin bir neçə yaxın dostu qalmışdı. Dedi, eybi yoxdur, biz oynayaq yenə də, durduq oynadıq. Mən çox oynaya bilmirəm, amma nəsə mahnıda xoşum gəlirdi, oynamaq istəyirdim bunu. Həmin an zaten həyəcanlanırsan, hər an hər şey etmək istəyirsən, edərəm, etmərəm dediyim hər şey etmək istəyirsən. Məndə də elə idi biraz, ona görə gördünüz ki, burada maksimum oynamağa çalışıram, mahnının adını alta qeyd edərəm. Tamada gördük ki, bizim dayanmaq fikrimiz yoxdur, bir dənə vağzalı verdi, qovdu bizi evimizə, işimizə, bilmədim nişanda vağzalı nə əlaqə, amma eyb yoxdur, yaxşı idi, maraqlı idi o da. Mənim üçün çox maraqlı, həyəcanlı, yadda qalan bir gün olmuşdu. Ümid edirəm sizin xoş günləriniz ürəyinizcə olar, düşündüyünüzdən də gözəl olar. Hər şeyin ən gözəli, ən yaxşısı sizin olar. Öpürəm hamınızı. Bye bye. Mənə abunə olmağı, like atmağı unutmayın.